Salam əziz Ofis 9 izləyicilərimiz, xoş gördük sizləri əzizlərim. Bugün Zabratda badamlıq deyilən ərazidəyik əzizlərim. Gecənin cekpotu, yəni bildiyim cekpot dostlar. 3 otaq sot yarımda təcili gecə ilə çıxdı satışa əzizlərim. Baxın, bax beləsinə bir geniş həyəti sot yarımın içində dostlar. Gördüyünüz bax bu materiallarda ev sahibi buranı navis kimi eləmək istəyirdi. Sadəcə imkanı olmadığı üçün təcili satılması üçün gecə ilə gəldik, çıxartdıq bu gözəl evimizi satışa əzizlərim. Gəlin birinci çölla başlayaq dostlar. Baxın, burada belə bir hamam sanuzeliniz gördüyünüz kimi akusarlarına kimi hamısı qoyulub. Hazır işlək vəziyyətlər dostlar. Burada da gördüyünüz kimi əzizlərim baxın. Pitiminutqasıdır, ənamıdır dostlar. Evimiz kombi sistemli evdir, şəxsi tikili evdir dostlar. Evimiz gördüyünüz kimi əzizlərim burada belə bir kürsüsü, çöldə əriz yulanı, baxın mandalinisinə kimi hər bir şey hazır vəziyyətdədir dostlar. Girdik evimizə əzizlərim. Evimizdə gördüyünüz baxın belə bir geniş, maşallah olsun, çox səliqəli qonaq otağımız, evimiz kombi sistemli evdir əzizlərim. Baxın burada belə birinci yataq otağımız dostlar. Maşallah olsun. Burada da otaqlarımız həqiqətən də çox böyük, çox geniş otaqlarımız da əzizlərim. Keçək sizi ikinci yataq otağı ilə tanış edeyim dostlar. Baxın əzizlərim. Burada da belə bir ikinci yataq otağımız dostlar. Gördüyünüz kimi əzizlərim, əgər istəsəz əşyaların ev sahibi tərəfindən danışıb müəyyən əşyaları saxlaya bilərik əzizlərim. Yəni ki, yenə də xatırladıram ünvanı. Dostlar, Zabratda badamlıq deyilən ərazidə təcili gecə ilə əlim yandıda evimiz çıxdı satışa. Dostlar, evimizin qiymətinə gələk, evimizin qiymətinə. Baxın, bir dənə mətbəxi də göstərək sizə əzizlərim. Sonunda evimizin qiymətini deyəcəm. Gördüyünüz kimi mətbəx mebelimiz maşallah olsun, boya boy. Hazır, səliqəli, gel yaşa evdir dostlar. Kommunallarda qazı, suyu, işığı hamısı var. İşlək hazır vəziyyətdədir dostlar. Gəldik evimizin qiymətinə. Gecə ilə cekpot, əlim yandıda dostlar. Evimizin qiyməti 49.000 manata deyilir. Reallığı olsa cüzi də indirim olacaq. Allah alana da satana da xeyir versin inşallah.